Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Xroniki çanaq ağrısı nədir? Çanaqda olan göbəkdən aşağı, qarnın ön divarında, qalça nahiyəsində, belin aşağısında, oma nahiyəsində olan və uşaqlıq yoluna düz bağırsağa yayılan 6 aya qədər davam edən ağrılardır. Diaqnoz və müalicə vaxtında edilməzsə, uşaqlığın və yumurtalıqların itirilmə təhlükəsi ilə üzbəüz qala bilərsiniz. Xroniki çanaq ağrısının səbəbi nədir? Birinci növbədə yumurtalığın kistası, uşaqlığın mioması, bitişmə xəstəliyi, endometrioz və adenomioz, kiçik çanaq üzvlərinin iltihabı xəstəlikləri, hormonal dəyişikliklər, cinsiyyət orqanlarının quruluş anomaliyaları, həmçinin xərçəng xəstəlikləri bu ağrılara səbəb ola bilər. Əziz qadınlar, əgər sizə 6 aya yaxındır ağrılar varsa, mütləq bizə müraciət eləyin. Biz vaxtında müalicə edək və siz xəstəliklə tək üzbəüz qalmayasınız. Həkimlərinizə inanın və müalicə olun. Diqqətinizə görə çox sağ olun.